Əliyə ölüm xəbərini Peyğəmbər verəndə ki, sən şəhid olacaqsan, şükür səcdəsi edib sevinir. Belə bir adam üçün çətin olan nədə Allah deyir, sakit otur, danışma. Canını oda atan adama deyir, canını qoru. Cəmaatın tutumu yoxdur bunların addımını başa düşsün. Əşəs Həzrət Əlinin sərkərdələrindən biridir, düz yanındadır. Özü axırda İbn Mülcəmin qılıncının zəhərini o verir ona. Qızı İmam Həsəni öldürür, oğlu da İmam Hüseynindən Kərbalada döyüşür. Əşəs də Həzrət Əlinin yanındadır. Malik də soruşur ki, bu Əşəs burada neynir? Sənin yanında nə işi? Niyə bir yerdə bir an belə səbr eləmirdi? Muaviyə bir gündə orada qala bilməz. Bir yerdə bu qədər dözür. Ona görə ki, Muaviyənin cəmiyyəti vilayət cəmiyyəti deyil. Muaviyənin cəmaatı Şam cəmatıdır. Onların başında 100 ildə olsa onlar başa düşməyəcək. Amma bu Əlinin cəmiyyətidir axı. Bu vilayət cəmiyyətidir. Burada cəmiyyət yetkinləşib özü tanımalıdır, düzünü üzə çıxartmalıdır.